Xoş gördük əziz dostlar. Mən hamınızın çox dil bilən bir insan kimi tanıdığınız Emin Qulu. Sizə kiçik yaşlarımda dil öyrənməyə başlarkən, kiçik yaş deyəndə 17 yaşımda dil öyrənməyə başlayarkən, təsadüfdənmi və ya beynimin belə tələb elədiyindən yaratdığım xüsusi bir metodla tanış eləmək istəyirəm və bu metod üzərindən sizə birbaşa olaraq özümün də yəni belə başladığıma görə birbaşa olaraq C1, C2 səviyyəsindən dil öyrənmək metodumu göstərəcəm. Bu metod üzərində siz ümumiyyətlə bir dilin öyrənilməsində səviyyələrə bölgünün o qədər də önəmli olmadığını göstərəcəm. Metoda mən o vaxtı detallı analiz adını vermişdim. Yəni detallar üzrə ayrıntılı analiz etmə və dərk etmə, idrak etmə metodu qoymuşdum adını. Onda 17 yaşım var idi. Düşünmürdüm ki, bu metod yəni bir gün mənə bir sıra dilləri öyrənməyə də şərait yaradacaq. Belə bir tendensiya var dünyada. Kim bir dənə metod tapır, ona elə gəlir ki, özünküdür, tez birdən ona ad verir. Amma mən Emin Qulu metodu deyilən bir ad vermədim ona. Bu metodda biz 28 dəqiqəlik bir filmin bütün materialını söz və söz analiz eləyib dil öyrənəcəyik. 8 hissədən ibarət olacaq. Gəlin birincisinə başlayaq. Sizdən istədiyim hər bir şeyi olduğu kimi etməyə çalışın. Life in the freezer. Footsteps in the snow. Donduranda həyat. Qar üstündə ayaq izləri. Birinci hissə. This is the hut at Cape Evans, where Captain Scott and his party spent the winter of 1911. This bu is-dır. This is the hut. Bu daxmadır. At Cape Evans. Cape coğrafi olaraq burun deməkdir. Cape Evans, yəni Evans burnu. Where Captain Scott, haradakı Kapitan Scott and his party və onun tərəf müqabilləri və yaxud da ki ətrafı spent the winter of 1911. 1911-ci ilin qışını keçirtdilər. Amma İngilis dilində keçmiş sadə zamanda danışılan bir şey bizim dilimizə keçmiş davam edici zaman kimi də tərcümə eləmək olar. Spend qaydasız feildir. Spend. The freezing Antarctic temperatures have kept everything exactly as it was. The freezing burada indiki zamanın feili sifətidir. Donduran. Donduran Antarktik temperaturu, yəni donduran Antarktika temperaturu have kept saxlayıb, yəni indiyə qədər. Have kept indiki zamanın bitən hərəkətidir. Azərbaycan klassik İngilis dili təlimində buna indiki zamanın bitmiş hərəkəti də deyil. Yəni indiki bitmiş zaman da deyirlər. Amma biz buna indiki zamanın bitən hərəkəti deyəcəyik. Everything, hər şeyi exactly dəqiq olaraq as it was olduğu kimi, yəni dəqiq olaraq olduğu kimi saxlayıb. Food, qidanı, equipment, avadanlığı, and və perhaps most poignant of all, yəqin ki, hər şeyin ən vacibi, poignant, vacib, acı, kəskin və s. kimi tərcümə oluna bilər. Embedding on the bunks. Bunks 2 mərtəbəli yatağa deyilir. Bedding, yəni yataq dəsti. Clothing, geyim dəsti. İsmi ümumiləşdirir. Geyimə aid olan hər şey, yatağa aid olan hər şey. It's as though, sanki, the explorers left just yesterday. Sanki tədqiqatçılar dünən çıxıb gediblər. Left, leave, left. Hər kələmək feilinin keçmiş zaman forması. And this is how it was around that same table on June 6, 1911, Scott's 43rd birthday. Və bax, hər şey məhz belə idi. Elə eyni masanın ətrafında, same table. On June 6, iyunun 6-sı, 1911-ci il, Scott's 43rd birthday, yəni Scott'un 43-cü ad günündə. He and his team were spending the winter here so as to be ready as soon as the sun reappeared to start the trek to the pole. O və onun komandası keçirdirdilər, were spending, keçmiş davam edici zaman,
The winter here, qışı burada. So as to be ready, hazır olsunlar ki, as soon as the sun reappeared, güneş yenidən peyda olar olmaz, qütbə köçə başlasınlar. To start the trek to the pole. Trek yəni köç. They lighten the long dark days with their own entertainment. Onlar özlərinin uzun qaranlıq gecələrini öz entertainmentləri, yəni əyləncələri ilə own, şəxsi, their own, özlərinə məxsus entertainment, yəni əyləncə ilə lighten eləyirdilər, işıqlandırırdılar. Sifətə en artıranda feilə çevrilir. But these were serious-minded men. Amma bunlar idilər ciddi fikirli insanlar. Burada kiçik bir məsələyə də baxaq. İsmə də ed artıranda bizim dilimizdəki l şəkilçisidir. Məsələn, uzun saçlı, qısa saçlı və s. Serious-minded, ciddi fikirli insanlar idilər. For some of them, onların bəziləri üçün reaching the pole, qütbə çatmaq, was of secondary importance. İkinci dərəcəli əhəmiyyətə malik idi. Secondary ikinci dərəcəli, importance isimdir. Ümumiyyətlə, axırı ınsla qutaran hər şey isimdir. Intla qutaran isə sifətdir. Important, importance. Different, difference. Misal olaraq. Rich çatmaqdır. For some of them gözəl bir ifadədir. Onların bəziləri üçün. For some of you, sizin bəziləriniz üçün. They had come to make scientific discoveries. Onlar gəlmişdilər ki, burada elmi kəşflər etsinlər. In geology, geologiyada, biology, biologiyada, glaciology, yəni buzlaqları öyrənən elmdə, meteorology və meteorologiyada. And they had a surprisingly well-equipped laboratory. And they had, və onların varı idi, surprisingly well-equipped, yəni təcrübli dərəcədə yaxşı təchiz olunmuş laboratory. Well-equipped, yaxşı təchiz olunmuş deməkdir. And that is, və o da still hələ də here, buradadır. Və buradakı də, hələ dəni də vurğulayan to'dur. Photography, yəni fotografiya məsələləri, şəkil çəkmə məsələləri was in the hands of Herbert Ponting. Herbert Ponting'in əlində idi. He took cinefilm, o cine, yəni hərəkətli kadrlar, yəni kino, yəni video. He took cinefilm as well as still photographs. Burada still sözündən danışmalı olacaq. Still sözü duraq vəziyyətdə olan, tərpənməyən, sabit və s. deməkdir və də hələ də deməkdir. Məsələn, ən kəskin bir-iki misal çəkək. Stillborn, ölü doğulmuş. Still life, ölü həyat, amma bu peyzaja deyilir. Yəni, təbiətin rəssam tərəfindən çəkilməsi. Baxırsan, həyatı xatırladır, amma duraq vəziyyətdədir, ölü vəziyyətdədir. Ona görə ona life'ın still versiyası, yəni still life deyilir. Photography was in the hands of Herbert Ponting. He took cinefilm as well as still photographs. Təkrar oxudum ki, dinləyəsiniz. And he had his own cramped dark room. Və onun özünün şəxsi cramped, yəni basırıq, ağzına qədər doldurulmuş. Darıskal. Dark room, qaranlıq otağı var idi. In which, haradakı, hansındakı, to develop. Develop əlbəttə inkişaf etdirmək feilidir. Amma burada məsələ fotoqrafiyaya, yəni fotoya aid olduğuna görə lentin kimyəvi maddələrlə yuyulmasına deyilir. Yəni yuyurdu lenti və print edirdi. And print his huge glass plates, nəhəng şüşə piltələrini. Nəhəng şüşə piltə deyəndə bu burada fotoaparatın o vaxtki dövrdə fotoaparat qarmon şəklində olan, yəni yığılıb açılan rezindən ibarət olan böyük və rezin və taxtadan əlbəttə ki, ibarət olan böyük bir aqreqat idi. Onun içinə böyük bir şüşə piltə, yəni bir kadrlıq piltə salırdılar. O piltənin üzərində sadəcə maddədir ki, hansı ki, şəkil orada əmələ gəlir. O onu nəzərdə tutur piltə deyəndə. Huge glass plates. Plate yəni boşqab kimi qəbul etməyə bilərsiniz təkcə. They had with them large stocks of tinned food. Onlar özləri ilə geniş ehtiyatda, large stock, geniş ehtiyatda
tinned food, konservləşmiş yemək gətirmişlər. Fikir verin, burada gözəl ifadədir. Had with them. Biz də işlədirik öz dilimizdə bunu. Özümlə gətirmişəm və ya üstümdə var və s. kimi. They had with them. We now know, biz indi bilirik ki, burada know-la now-nun yeri fərqli ola bilər. We know now. Amma burada şairanə versiyadır. We now know, biz indi bilirik ki, that this was not nearly as nutritious as they supposed it to be. As they supposed it to be, onun olduğunu güman etdikləri kimi, as nutritious. Olduğunu güman etdikləri kimi və yaxud da qədər qidalı deyildi. Nearly, yəni heç yanından da keçmirdi, heç bir qədər də olsun ona yaxın deyildi. Yəni onlar düşünürdülər ki, yeməklər qidalıdır. Yəni onların düşündüyündən qat-qat aşağı səviyyədə idi qidalılığı bu yeməklərin. That and other vitamin deficiencies, bu və ya digər vitamin çatışmazlıqları contributed, yəni təşəbbüs göstərdi, şərait yaratdı to the disaster, xəstəliklərə that was to come, hansı ki gəlməkdə idi irəlidə. As they waited, they knew that further along the coast the Norwegian Amundsen and his team were waiting to try and beat them to the pole. Gözlədikcə, caca burada azdır. They knew that, onlar bilirdilər ki, further, uzaq, yəni far sözünün müqayisə dərəcəsidir. Far, further, furthest. Daha sonra da, yəni məsafə olaraq daha sonra along the coast, yəni sahil boyunca Norvegiyalı Amundsen and his team were waiting to try and beat them to the pole. Gözləyirdilər ki, çalışıb, ötüb keçsinlər onlar qütbə sarı. Beat them to the pole. Beat, aşmaq, ötmək, dəf etmək və s. mənalarda da işlənə bilər. On November the 1st, at the beginning of summer, Scout and his 4 companions left this hut and set off on the 800-mile march to the South Pole. Noyabrın 1-i yayın başlanğıcında, bəli, Antarktikada yay noyabrda başlayır. Scout and 4 companions, Scott və 4 kompanyonu, yəni tərəf müqabili, left this hut, tərk elədilər bu daxmanı, and set off yola çıxmaqdır. Set off on the 800-mile march. 800 mil cənuba doğru, cənub qütbünə yəni, to the South Pole, yola çıxmışdılar. They were clothes of wool and cotton like this. Onlar pambıq və yundan, bax, belə paltarlar geyinirdilər. Bax, belə, burada like this-dir. Were, worn, geyinmək feilinin keçmiş zamanı. They traveled on long wooden skis. Onlar uzun taxta xizəklərdə səyahət edirdilər. With simple bindings, sadə bağlamalı. Bağlama deyəndə rus dilindən bildiyimiz bind sözü, İngilisin bind sözüdür ki, sarğı, bağlama və s. Buradan da başa düşə bilərsiniz, çünki onların o vaxt indiki müasir xizəkləri yox idi. Sadə uzun taxtaya nəsə bir ayağa keçirdiləcək bağlama düzəltmişlər və onu nəzərdə tuturlar burada. With simple bindings. And they transported their equipment and food on sledges, which they pulled themselves, having decided against the dogs, which Amundsen, the Norwegian rider, was using. Onlar uzun taxta xizəklərdə səyahət edirdilər, sadə bağlamalı və daşıyırdılar özlərinin equipmentlərini və foodlarını, yəni avadanlıq və qidalarını on sledges, yəni xizəkli arabalarda, hansılarını ki, which they pulled themselves, özləri də artırdılar. Burada vergüldən sonra ing var. Ümumiyyətlə, vergüldən sonra ing olduqda arak ərəkdir. Burada perfect zaman olduğuna görə, yəni have done və s. olduğuna görə have decided. Burada ing əlbəttə ki, decide-a yox, have düşəcək. Əgər burada qərar verərək olsaydı olacaqdı deciding. Amma bu qərar verərək deyil, qərar vermiş olaraqdır. Ona görə ing have düşüb. Having decided. Qərar vermiş olaraq, yəni qərarı artıq vermişdilər. Against the dogs, yəni itlərdən istifadə etməyin əleyhinə qərar vermişdilər. Which Amundsen, the Norwegian rider, was using. Hansılarından ki, Amundsen, Norvegiyalı səyyah, istifadə eləyirdi. İzlədiyinizə görə təşəkkür edirəm əziz dostlar. Kommentlər yazmağı unutmayın və mənimlə əlaqəyə keçmək üçün isə səhifəmdəki, yəni biodakı WhatsApp nömrəsinə yaza bilərsiniz.